Almaniyada fəaliyyət göstərən Almaniya Mədinə Dərnəyinin təsis etdiyi Türk Tarixi və Mədəniyyətləri Muzeyi və Azərbaycandan Sərdar Sandıq Mücür Ocağının birgə təşkilatçılığı ilə onlayn formatda Mirzə Qədim İrəvaninin yaradıcılıq irsi mədəni yaddaşda mövzusunda mötəbər beynəlxalq elmi konfrans keçirilib. Konfransa 10 ölkədən 100-dən çox iştirakçı qatılıb. Nürnberg şəhərində yerləşən Almaniya Mədinə Dərnəyinin Dünya Bilgi Platforması üzərindən canlı yayımlanan konfransda sənət dünyası və elmi ictimaiyyətin tanınmış simaları məruzə təqdim ediblər. Araşdırmacı tətbiqi sənət ustası İskəndər Sərdarlı İrəvani bildirdi ki, bu konfrans Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliği baxımından böyük önəm daşıyır. Mirzə Qədim İrəvani yalnız Azərbaycan rəssamlığında dəzgah rəngkarlığının banisi deyil, həm də memar və mühəndis təfəkkürlü, fəlsəfi məzmunları vizuallaşdıran usta dizaynerdir. O, Azərbaycan və Yaxın Şərq, Türk İslam dünyasında şərti təsvirdən realizmə keçidi təmin edən ilk rəssamdır.